başqalarının həyatına qarışırlar. Hər öz işinə məşğul olsa, yəni hər öz həyatından məşğul olsa, məncə daha inkişaf eləyərik cəmiyyət olaraq da. Başqalarının problemlərinə burnumuzu soxmayaq, nə bilim, onları qınamayaq gedək. Bugün deyək ki, birinci problem təhsillə bağlı. Yəni təhsildə deyək ki, müəyyən problemlər var. Bir də ki, ümumiyyətlə gəncliyin özü çox şeylərdə aktiv deyil. Məsələn, mən özüm şəxsən gənclərlə işlədiyimə görə deyə bilərəm ki, gəncliyin bir hissəsi nə edəcəyini belə bilmir. Yəni, hansı təhsil alsın, hansı işin dalınca getsin. Bu da ondan irəli gəlir ki, əvvəlcədən mütaliə yoxdur. Bədii ədəbiyyata yaxınlıq yoxdur, dünya ədəbiyyatına yaxınlıq yoxdur. Ən azından Azərbaycan ədəbiyyatına yaxınlıq yoxdur ki, bu adamlar onu oxusun və kimlərinsə deyək ki, prototip şəklində həyatını qursun. Gəncdə bu problemlər var. Əgər ki, düşüncə tərzində biz fərq olmalıdır. Yəni, biz keçmişə doğru fikirləşməlidirlər, yəni müasirliyə doğru daha çox düşünməlidir. Yəni, demirəm ki, müasirlik Avropanın mənfi cəhətlərini götürür. Yəni, sadəcə ola bunlar. Bir də ki, biraz içkiyə və siqaretə daha çox meyilli olmasınlar, idmana daha çox meyilli olsunlar. Nə çatmır? Ciddilik çatmır. Qeyri-ciddidirlər. Elmə çox üstünlük vermirlər. Daha çox elmlənsələr, daha çox kitab oxusalar, bədii əsərlər, klassikləri daha çox oxusalar daha yaxşı olur. Mənə elə gəlir. Təhsil çatışmır da və bir-birimizə hörmət qoymaq. Mən elə hesab edirəm ki, bizim gənclər bütün keyfiyyətləri yaxşı, bütün keyfiyyətləri də çatır. Gənclərimizdən çox razıyıq. Sağ olun. Azərbaycan gənclərində demək olmaz ki, yəni başqa millətlərə baxanda, başqa xalqlara baxanda bizim gənclər həqiqətən də tərbiyəli, mədənidir. Misal üçün avtobuslara minəndə, nəqliyyat vasitəsilə görsən böyüyə hörmət eləyirlər, bir məclisə girəndə böyüyə yer göstərirlər. Bəzi o dırnaqarası gənclər var ki, yəqin ki, bunlar da valideyn tərbiyəsi görmədiyi üçün bəzən görsən böyük-kiçik saymır, müəyyən başqa gəncliyə aid olmayan işlərlə məşğul olur və elə pis yoldaşlar da cəmiyyətin yaxşı tərəfi, müsbət tərəfinə, pozitiv tərəfinə çəkmək lazımdır ki, bizim gənclər gələcək üçün necə deyirlər, sağlam, şəffaf bir cəmiyyət uğrunda mübarizə aparsınlar, qursunlar. Mən özümüzün gəncliyi ilə müqayisədə onu deyə bilərəm ki, indiki gənclik böyüklərə hörməti biraz azalıb. Ondan sonra daha çox diqqətini internetə veriblər, kitab az oxuyurlar, kitab oxusunlar gənclər. Saxta ego var da, hər kəs də bir-birini qəbul edə bilmirlər. Yəni, məncə ən başlıca olaraq başqalarının həyatına burnumuzu soxmaqdan daşınmalıyıq. Yəni, buradan başlasaq məncə digər şeylər öz başına həll ola bilər. Savad çatmır, çünki bizdə belə bir şey var. Wikipediyaya girib bir mövzu haqqında oxuyub özlərini savadlı bilirlər. Əlavə olaraq da ən böyük çatışmamazlıq sərbəstliyidir. Gənclərdə sərbəstlik yoxdur.